Prezident İlham Əliyev yanvarın 21-də Davosda Brookfield Asset Management şirkətinin prezidenti Connor Teskey ilə görüşüb. Söhbət zamanı Brookfield Asset Managementin real aktivlərə yönəlmiş qlobal investisiya fəaliyyəti nəzərə alınmaqla Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə əməkdaşlıq çərçivəsində ölkəmizdə investisiya baxımından maraq doğuran sahələr və mümkün layihələr barədə fikir mübadiləsi aparıldı. Görüş çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə Brookfield Asset Management arasında uzunmüddətli strateji əməkdaşlığa dair niyyət protokolu imzalandı. Sənəd mövcud strateji münasibətlərin institusional əsasda daha da dərinləşdirilməsini, fondun qlobal miqyasda nüfuzlu investisiya platformalarına çıxış imkanlarının genişləndirilməsi nəzərdə tutur. Bununla yanaşı Azərbaycan Respublikası Dövlət Neft Fondunun Brookfield tərəfindən idarə olunan fondlara və birgə investisiya layihələrinə 3-4 il müddətində ümumilikdə 1,4 milyard Amerika Birləşmiş Ştatları dollarına kapital qoyuluşu imkanlarının dəyərləndirilməsi planlaşdırılır. Əməkdaşlıq çərçivəsində Azərbaycanda investisiya potensialı olan əsas sahələr, o cümlədən enerji keçidi və saxlanıcı, bərpa olunan enerji, rəqəmsal infrastruktur və digər sahələr üzrə imkanların araşdırılması nəzərdə tutulur.